Salam, PUBG kanalımdaki yepyeni bir PUBG videosuyla daha karşınızdayım. Bu kanala artık daha çok önem vermeye çalışacağım. Çünkü biraz daha gözlediğimden yaxşı iş çıxadır. İzlenmeler bu kanala göre yaxşıdır en azından. O sebepten hem de ki de biraz daha ama esas kanalıma göre bu kanala çok da önem verə bilmədim. Ödülləri toplamağı bir kənara buraxacağıq çünki ödül çox azdır. Hatta gəlin bir challenge edək. Mən bu video bir 10 beğeni alsa ucu xarçlama videosu gəlir. 10 beğeni mi? Biraz düşündüm də biraz az mı istedim, yani bütçe bir videoda en nihayetinde, ama sözümüzün üstünde durak indi yani. 10 like da evet, 10 like da artık gelir. Bir de niye Türkçe adı daha doğrusu Mehman Azerbaycan adıdır, ama yine de niye Türk bayrağı ve Bozkurt ləqəbini işlədirəm diye soruşacaq olasınızsa, umarım kimse ses açmaz. Çünkü birincisi mən türkçüyəm, yani ırkçı değil, lakin türkçüyəm, o sebepten bu adı götürdüm. Bir diğer tərəfdən də nədəni Azərbaycan bayrağı görəndə kimsə ciddiyə almır, amma Türk bayrağı görəndə hər kəs ciddiyə alır. Azərbaycan bayrağı da Türk bayrağıdır desəm böyük bir vinç yiyə bilərəm, amma yenə də deyəcəm. Nədən? Çünki evə sayılır. Azərbaycan Türk dövlətidirsə, bayrağı da Türk bayrağı sayılır yani. Ama maalesef ki çoğunlukla bizimkiler özlerine Türk dövlət işlerine göre özlerine Türk diyen de var, Türk demeyen de var. Mesela ben Azeriyəm diyen de görmüşəm. Ki Azəri əslində Fars kökənli bir tayfadır. Ama bunun məsələ ilə heç bir əlaqəsi yok. O sebepten siz bunları duymamış kimi görə bilərsiniz. Ve ben de buraya gelip buradan vektör. Oo, yapışkan bomba. Oo, silahlara bak. Haradan vurdu o? Bir tane seni alayım. İşime yarayacaksan. Bunu mermi xarçlamaya gerek yok. Çünkü mermi açıkça hem görev tamamlayıram, hem de ki de mermi xarçlarsamsa mermi kalmaz yani. O sebepten burada mermi xarçlamanın bir anlamı yok. M416 mı? Oo. Gördüm seni. Yat aşağı, yat. Bir de yat. Bu taktiği öğrendiğim yaxşı oldu bir dostumdan. Çok işime yarayır. Yat. Gördüm seni daha. Bir de vektora geç. Vektorla seni vektorlayacağım.
Vay vay vay, sen mənim kilimimi çalmaya çalışdın az əvvəl. Hayda, gərək bıçaqla öldürəydim, boş yerə mərmi xərcladım. Oo. AK ilə dəyişdir bunu. Bunu at. Gərək yox. Bunu at. Gərək yox. Bunu at. Gərək yox. 2x at. Gərək yox. Bunu at. Gərək yox. Bir də attım mı mən? Evet. Almayı dinləyirəm. Yiyəcək miyəm? Bir etkisi də yoxdur deyə gərək də yoxdur. Bu nədir? M416 daha çox işə yarar kimi gəlir, amma yanlışım olmuş ola bilər. Həm məndə görünümü var. O yüzden tercihim oyun kasır yalnız. Haraya ateş edirsən? Oo, bir də riyat aç. Görev tamamlamam lazım. Yat aşağı. Hop. Gördüm daha. Gəl də tava ilə öldürüm səni. Məcburam. Bakalım tavaya qarşı nə edəcəksən. Oha. Sıkar mı? Bunların niye lootları bu kadar boş çıktı ya? Bir çoxunun lootu boş çıktı. Hay aksi. O değil de market hardadır? Bir derdi. Marketin yerini hələ də tapamadım. Bir derdi. Ha. İndi işarete doğru gitmek kafi edecek. Axır ki tapdım. Nə olsaq, nə olsaq. Çanta ala bilərəm əslində ya, çox yer gərək həcək. O səbəbdən. Neyse o zaman videoyu burada kapatsam mı? Avana doğru gitmem lazım bu arada. Videoyu burada kapatacağım. Ölsem size açıp göstereceğim. Hadi görüşürüz. Gördüm seni. Hop. Nereye?
Sən haraya? Ya bunlar da haraya qaçırsan, mənə bir deyərsən acaba? Bir də digərinin lootuna baxıb gəlsənmi? Vaxt da azalır, havan da daralır. Bax, düşündüyüm kimi pul var imiş. Evə pula görə geri döndüm. Neyse, mən dübbəm düz davam edeyim. Sonra artıq sizə video açarım. Adam var. Ha, gördüm adamı. Ya hak. Ne pis bir konumdayım. Evet, 2 kill daha aldım. Ve de ki de gördüğünüz gibi biraz lootlandım. Hiç uğraşmam açıkçası. Direkt avanı doğru çəkilsəm yaxşı olacaq.
Ve qazanan kim? Mən. Neysə, gedək bunun vutuna baxaq. Çünki məndə xasiyyətdir. Yendiyimin vutuna baxarım. Sonra qalan nətər bir vut və qalıbdır, çox maraq etdiyimdən. Amma nətər yuxarı çıxacam? Bir dəqiqə. Yuxarıya doğru bir mərdiven falan varmı ki? Sanırım yox. Mən o zaman nətər yuxarıya çıxacam? Bir dəqiqə. Baxamadım.